Salam, özünüzü təqdim edin, zəhmət olmasa. Salam xanım, adım Aslanova Nəzrin. Azərbaycan Tibb Universitetinin tələbəsiyəm. Gündəlik həyatda ən çox üzləşdiyiniz hüquqi məsələlər nədir? Tam olaraq tələbə olaraq əsasən imtahanlarla bağlı, yəni bir gün, 2 gün əvvəl cədvəl dəyişir bizdə. Yəni onunla bağlı, sonra tibbi təcrübələr ilə bağlı biz tələbə olaraq suallar yanıla bilər bizdə. Bəs hüquqi məsələ ilə üzləşdikdə və ya problemlə üzləşdikdə bunu necə həll edirsiniz? Təbii ki, birinci növbədə çalışaram özüm araşdırım internet barəsilə. Alınmasa valideynlərim ya da tanışlarım, müəllimlərim ilə bağlı suallarım olsa onlarda soruşaram və ən yaxşı təbii ki, tanışlardan bir hüquqşünas olsa onun köməyi ilə bu sualı ortadan götürərəm. Çox sağ olun. Bəs qanunvericilikdə etmək istədiyiniz hər hansı bir dəyişiklik var? Yəni tibb tələbələri üçün tibbi təcrübə və ya iş ilə bağlı qanunlarda dəyişiklik olsa daha yaxşı olar. Çox sağ olun.